Hər bir müsəlman etiqad etməlidir ki, peyğəmbərlər yaradılmış insanlardılar. Heç bir rübubiyyət xüsusiyyətlərinə, ilahi qüvvəyə malik deyirlər və adi Allah bəndəsidirlər. Sadəcə olaraq Allah onları seçib rəsul göndərməklə onlara ehtiram göstərmişdi. Uca Allah buyurur, elçiləri onlara dedilər, biz də sizin kimi bir insanıq. Lakin Allah öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Uca Allah Nuh aleyhissalam barəsində belə buyurur. Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Digər bir ayədə Allah Muhammed sallallahu aleyhi və səlləmə öz qövmünə belə deməyi buyurur. De, mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabi oluram. Peyğəmbərlər barədə etiqad olunması vacib olan məsələlərdən biri də Allahın onlara yardım etməsinə və onlara dəstək verməsinə, habelə gözəl aqibətin məhz peyğəmbərlərə və onların ardıcıllarına nəsib olmasına iman gətirməkdir. Uca Allah buyurur, şübhəsiz ki, biz öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. Həmçinin Allahın xəbər verdiyi kimi peyğəmbərlərin bir-birindən üstün olmasına iman gətirmək vacibdir. Uca Allah buyurur, biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Bütün bunlara, habelə Quran və sünnədə peyğəmbərlər barədə varid olan bütün məsələlərə iman gətirmək labüddür.